Bir mənalı şəkildə deyə bilərəm ki, 1991-ci ildə müstəqilliyini qazanmış Azərbaycan Respublikası üçün önəmli olan həm də özünün konstitusion hüququnun və suverenliyin tam şəkildə bərqərar olması istiqamətində fəaliyyət göstərməsi olubdur. Və bu səbəbdən də bildiyiniz kimi 1995-ci il noyabr ayının 12-sində Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının bu konstitusiyası anayasa sənədi olaraq dövlətin strateji xəttini, dövlətin inkişaf prioritetlərini müəyyənləşdirən edən mühüm bir sənəd olmuşdu. Amma bəlli məsələdir ki, həmin dövrdə ölkənin 1/5 hissəsi işğal altında olmuşdu və Azərbaycan Respublikası qonşu dövlətin işğal siyasətinə məruz qalmışdı və nəticə etibarilə suveren hüququn bütün ərazilərdə bərqərar olması olduqca çətin bir proses idi və belə bir dövrdə Ulu Öndərin müəyyən etdiyi ölkənin inkişaf strategiyasının əsas qayəsini məhz müstəqil iqtisadiyyatın qurulması və bu əsasda da ölkənin siyasi cəhətdən tam müstəqilliyini təmin edə biləcək bir siyasi kurs olmuşdu və nəticə etibarilə əsr müqaviləsinin imzalanması və bundan sonra müxtəlif müstəvilərdə əldə olunan uğurlar faktiki olaraq ölkənin həm iqtisadi müstəqilliyini təmin etmiş oldu, həm də siyasi müstəqilliyini. Bugün artıq 2025-ci ildə biz Azərbaycanda konstitusiya və suverenlik ili kimi qeyd edirik və bu da sözün əsl mənasında qürur verici bir hadisədir.